Qiyamət günü bir görsən, yaparım bunu Fironun yanına, Fironla məşhur olsun bu. Mən bir dənə də adam öldürməmişəm. Mən elə bir hərdən evdə ailəmin üstünə qışqırırdım. Allah deyir ki, gücün ona çatırdı, ona qışqırırdı. İmkanın yox idi. Biraz meydan versəydin, olacaqdın Firon. Sən də elə ondan eyni adamsan. Bütün Firon xislətli adamlara meydan verilsə, yer üzündə adam qalmaz. Vacib deyil ki, ailədə sən 5 nəfərə gücün çatırdı, onları gözüm çıxdıya salmışdın, onun da bir ölkəyə gücü çatırdı, insanlara o zülümləri eləyirdi. O insanlarla məşhur olar, bu qəzəbli adamlar. Bunu hədisi danışmışam, İmam Səccad əleyhissalam öz qulamını çağırır, bir dəfə, 2 dəfə, 3 dəfə çağırır, cavab vermir. Durur, gəlir qapıya, görür, oturub qapının ağzında nəsə, özü üçün nəsə bir işlə məşğul. İmam soruşur ki, sən eşidirdin, mən səni çağırırdım, deyib, qəribə adamlar vardı orada. Eşidirdin, çağırırdın, deyib, hələ eşidirdim. Deyib, niyə cavab vermirsən, neçə dəfə səni çağırıram? Deyir, heç nə, cavab vermirəm, bilirəm ki, onsuz da mənə heç nə eləməyəcəksən ki, arxayınam səndən. Biz olsaq nə deyərik? Deyərik, sən nə həyatsız adamsan, nə? Biz necə deyərik? İmam gedir, şükür səcdəsi eləyir. Allaha deyir, ilahi, şükür sənə ki, Əli ibn Hüseyn məni elə bir şəxs qərar vermişsən ki, ətrafdakıları, əlinin altındakılar, yəni ondan çəkinmir, qorxmur. Şükür səcdəsi yerinə yetirir və deyir, sən azadsan Allah yolunda. Ulu da azad eləməklə elə onu yaxşı, mədəni şəkildə cəzalandırır. Böyüklərin cəzası belə olur da. Bir adam ki, İmam Səccadın evindən çıxıb gedəcək, elə o ən böyük, qul olub, nə adı qul idi. O vaxt quldarlıq idi, sadəcə adı qul idi. Onlar qul olub, nə edirdilər? Onlar Əhl-i Beyt mərifətini o evdə öyrənirdilər. Onu elə özünə layiq şəkildə də əslində cəzalandırır. Ona mükafat deyildi. Vay o gündən ki, bir adam əsəbi ola, cəmaat ondan qorxa deyə sözü necə deyim ki, bu əsəbləşməsin? İynəsi ilə məni sancacaq mütləq. Dili iynədir, adam var. Mütləq. Necəsə məni intiqam alacaq məndən. İmam Baqir əleyhissalam buyurur ki, mənim işçilərim məni narahat edir və mən bu narahatçılıq vasitəsilə Allaha tərəf gedirəm. Allaha tərəf getməyə gəlmisən. İlişib bu adamların söz-söhbətində qalmağa yox. Allaha tərəf getməyə, hədəf böyüdür, xırda-xırda işlərlə başını qatma. Hədəf böyüdür, məqsəd böyüdür. Allahın sünnətidir bu.